günü vətənimiz uğrunda canını keçirən, şəhid olan 20 yanvar bugün şəhidlərimizin anı gününü geçmişik. Deməli, biz hər birimiz, hər bir vətəndaş öz borcunu vətəndən vuruşmaqla deyil, hətta öz hərəkətləri ilə, çıxışları ilə, öz acı sözləri ilə də bu şəhidlərin anı gününü yad edilməlidir. Biz də bunu özümüzə borc bilib bu şagirdlərlə yığışmışıq ki, bugün birinci dərsimizi açıq dərs edəlim, yəni açıq qapı edək və hər birimiz öz acı sözlərimizi deyək. Ona görə də mənim əziz balalarım, məncə heç bir kəs sizin çıxışınıza nə yaxşı deməyəcək, nə də pis deməyəcək. Hərə öz acınızı, öz sözlərimizlə əks etdirəcək. Ona görə də hər birimiz ürəkli olun və biz o şəhidlərin ruhu şad olsun deyə, qanı yerdə qalmasın deyə, böyüklərimizlə çalışır, prezidentimizlə çalışır, biz müəllimlərlə çalışırıq, hətta siz uşaqlarla çalışırsınız. Ona görə də siz də öz acılarınızı xahiş edirəm, öz sözlərinizlə əks etdirin, biz də sizə baxaq, hiss eləyək ki, uşaqlar da, nəinki böyüklər, hətta uşaqlar da bu acını yaşayırlar. Ona görə də əvvəlcə uşaqlar ayağa duraq, bizim dövlətimiz yaşayır, güclüdür, qüvvətlidir. Ona görə hər birimiz dövlətimizi tanıtdıran, yaşadan himnimizi oxuyaq. Əllərimizi qoşularaq, bəli, ürəyimiz kimi sevgimiz, vətənimiz, ürəyimiz kimi sevgimiz, ürəyimiz kimi qoyuruq. Başlayırıq. Deməli, biz artıq görürük. Burada nələr görürük, hər birimiz bura cəmləşdirin fikrinizi və diqqətlə bir-birinizə fikrinizi çatdıra da bilərsiniz, ürəyinizə deyə bilərsiniz və öz fikrini, bunlardan nə var, burada nə gördükləriniz haqqında özünüz üçün məlumat yığa bilərsiniz. Fikirləşsinizə bir dəqiqə vaxt verirəm, fikirləşin, görək, burada nə görürsünüz. Burada gördükləriniz bizim nəylərimizdir və hər biri haqqında siz öz fikirlərinizi çatdırmalısınız. Fikirləşdiniz? Fikirləşdiniz? Bəli, lap yaxşı. Elə isə uşaqlar, onda siz özünüzə, biz bilirik ki, biz müstəqil dövlətdə yaşayırıq. Müstəqil səs vermək yolu ilə özümüzə gəlin, özümüzə, hətta biz özümüzə, mən demirəm, siz özünüzə lider seçin. Ki, sizin o fikirləşdiyiniz sözləri hamıya çatdırsın. Razısınız? Bəli. Elə isə bu komanda özünə lider seçsin görək. Kimi seçmək istəyirsiniz özünüzə lider? Görüm uşaqlar. Razısınız uşaqlar üstəxan ediyorum? Lap yaxşı. İndi baxaq o birisi komandada. Siz necə? Siz kim istəyirsiniz özünə lider seçmək? Kənan desin görüm. Sadiq. Sadiqin lider olmasına razısınız? Elə isə hər iki komandadan gəlsin seçilmiş liderlər, yaxınlaşsın stola və diqqətindən baxın. Uşaqlar, siz özünüzdə cavab verə bilərsiniz. Gördüyünüz cavab verə bilmirsiniz, çətinlik çəkirsiniz. Onda yoldaşlara da kömək ala bilərsiniz ki, burada gördükləriniz nədir?
İndi başlayaq. Gəlin görək, birinci ham nə görürük biz burada? Gördüyümüzün haqqında yazırsınız, hansınız deyirsiniz? Və görürsünüz. Sümbül deyən nə başa düşürsən? Nədir sümbül? Onun haqqında nə bilirsən? Sümbül bolluk, bərəkətlik rəmzidir. Sümbül əsas ərzaq bitkisidir. Dünyada əkin sahəsinə görə birinci yeri tutur. Evet, yaxşı. Sadiq desin görək. Sadiq, bəs nə deyim, sən deyə bilərsən? Bu nədir? Gördüyün nədir? Bax, bu varlığı, əşyanı, nə deyək onları? Nədir bu? Pambıqdır. Bu nədir uşaqlar? Oğlum, bu nəyə göstərir? Sən bax, bu pambıq haqqında nə bilirsən, nə deyə bilərsən? Pambıq Azərbaycanın sərvətidir. Pambığa həm də ağ qızılda deyirlər. Ay, sağ ol. Bundan biz istifadə edirik haralardırsan? İstifadə edirik uşaqlar. Haqqı istifadə edirik. Nə istifadə edirik? Haralarda istifadə edirik? Nədən? Bu pambıqda nələr düzəldirlər? Pambıqlar qiymətli əşyalar, paltarlar düzəldə bilirik. Bəli. Hətta uşaqlar biz bununla özümüz yox, təkcə Azərbaycan yox, başqa dövlətlərlə də ticarət edirik. Başqa dövlətlərə də pambıq istehsal edirik, başqa dövlətlərə də göndəririk. Bəs sonra nə görürsünüz burada? Bəs sonra nə görürsünüz? Bəs sonra nə görürsünüz burada? Yaxına gəlmir. Bu nədir bəs? Nədir? Çay. Bu nədir? Bu nə üçündür? Çayın vətəni Çin sayılır. Lakin çay Azərbaycanda da yetişir. Əsasən Lənkəran və Masallıda yetişir. Yaxşı. Bəs burada bizim bayrağımız var. Bu bayrağımız haqqında nə deyə bilərsiniz? Kim deyirsə o haqqında? Bayrağımız nə üçündür? Azərbaycanın bayrağı 3 rəngdən ibarətdir. Mavi, qırmızı, yaşıl. Mavi tüklüyümüzü... Bunu uşaqlardan soruşaq. Kimdə mavi nəyi göstərir? Qırmızı nəyi göstərir? Yaşıl nəyi göstərir? Sadəcə görürük. Mavi türklüyümüzü, qırmızı müəssirliyimizi, yaşıl İslam dinimizi göstərir. Ay, sağ ol. Bəs biz uşaqlar bir yerdə təsəvvür edin ki, getmişik başqa bir dövlətə, bir yarışdayıq. Biz birinci yerə çıxdıq. Biz birinci nəyə göstəririk? Pambığımızı, sümbülümüzü, yoxsa nəyimizi? Bizi orada tanıtdıran, ucaldan nəyimiz var bizim? Biliyorum. Bayrağımız, bəli. Əgər biz orada tanınırsa nəyimiz qalxır? Bayrağımız qalxır yuxarı və himnimiz oxunur. Yaxşı, uşaqlar, yaxına gəlin. Bax, burada bir dənə görmüş, oraya yazılan, xalq yazılan söz qoymuşuq. O nə üçündür bəs? Ona kim cavab versin? Ne görürüz? Azərbaycan xalqı qadın xalqdır. Azərbaycan xalqı çalışqan xalqdır. Xalqımız mərd, cəsur, qonaqpərvər xalqdır. Lap yaxşı. Biz bu xalq görsən qonaqpərvər, cəsarətli, hər ağrıya da, acıya da, şirnədə gözəl xalqdır. Bu xalqın, bax, xalq var, sümbül, bayrağımız. Mən burada görürəm başqa bir şeyimiz də var. Torpağımız var. Bax, bu torpağı nə üçün qoymuşaq görəsən? Torpağı niyə qoyduq? Azərbaycan Respublikasının torpaq sahəsi 86,6 kvadrat kilometrdir. Onun 20% erməni işğalı altındadır. Biz o işğal olmuş torpaqları geri istəyirik. Necə elə bilərik uşaqlar? İstəyirsiniz torpaqlarımızı gerirsiniz? Siz istəyirsiniz ki, bizim torpaqlarımız yağ düşmən altında qalsın? Bəs biz bunu geri almaq istəyirik. Necə ala bilərik torpaqlarımızı? Burada oturmaqla sakitcə torpaqları geri ala bilərik? Xeyr, bəs onsuz bunu ala bilərik görürsən. Təkcə bunlar yox, siz də bu sıxın şagirdlər. O torpaqları necə ala bilərik? Kim nesin görür? Kimlər var? Əl qaldıranların sayı artmalıdır. Rağlaya bilərsən. Burada görürük. Döyüşməklə. Razısı uşaqlar? Bəli. Təkcə döyüş olur, əyləş olur, düz deyirsən. Biz təkcə döyüşməyə qadir uşaqlar. Biz ancaq döyüş yoluna ala bilərik. Sən də görmə xanım. Oxumaq. Bəli, biz oxumaqla da ala bilərik. Necə ola bilərik? Burada kitab oxumaqla, biz də müharibə eləməsək, ancaq buradaca oturaq. Torpaqlarımızı geri ala bilərik. Bəs necə ala bilərik? Elə burada oxuyuq ya durmalıyıq. Neynəmədik biz? Bizim nəylərimiz olmalıdır uşaqlar? Ha, de görün. Nəyimiz olarsa de görün. Bizim yaxşı yazarlarımız olmalıdır. Diplomatik danışıqlarımız olmalıdır uşaqlar. Biz söz sevər xalqıq. Biz təkcə müharibə ilə yox. Raul düz deyir, əgər bizim diplomatik yollarla bizə söz verir, əməl eləməsələr, biz nəyə hazırıyıq? Müharibəyə də hazır xalqıq, biz döyüşkan xalqıyıq. Ona görə də biz nə eləməliyik? İki yoldan birini seçməliyik. Biri olacaq nə? Döyüşçülər, birisi olacaq
zəkalılar, yəni sülhlə, demokratik yoldan almaq. İndi gəlin görək, hansını siz seçərsiniz? Bu tərəf nə deyər, bu komanda nə deyər, o komanda nə deyər? Birinci verə liderlərimizə. Bəs biz burada görürük. Həm karandaş görürük, yuşka görürük, həm də avtomat görürük. Siz hansını götürərsiniz? Siz hansını götürərsiniz? Siz bu komandaların üzvlərisiniz, liderlərsiniz. Siz hansını istəyirsiniz? Zəkalılar komandası hansını istəyər? Siz nə istəyirsiniz balam? Deyil. Avtomat istəyirsiniz, yoxsa qələm? Qələm. Qələm, yəni diplomatik yoldan. Razısınız uşaqlar? Bəli, götürüb istəsən. Siz nə istəyirsiniz? Sən nə istəyirsən balam? Avtomat. Yəni, əgər o olmasa biz nə etməliyik? Müharibəyə qalacaq. Sən götürsən avtomatı. Keçin hələ öz komandasına. Keçin, durursun qabağında. Yaxşı uşaqlar, onda gəlin biz uşaq da, bizim gücümüz çatmır avtomatla boşmağa. Biz sözlərimizlə almalıyıq. Gəlin bir necə alacaq? Başlayaq. Biz deyək sözlərimizi bir necə alacaq? Uşaqlar, qanlı 20 yanvarda həlak olanlar ölməyiblər. Şəhid olurlar. Torpaq uğrunda ölən varsa, vətəndir deyiblər. Necə ölməyiblər? Hanı bəs onlar? İlqar, İlvi, Larisa, onlar yaşasaydılar, vətənə qulluq edib tanınmış insanlar olardılar. Necə hanı Larisa? Larisa milyonların ürəyində yaşayır. Tək Larisa yox, vətən uğrunda şəhid olanlar ölmürlər. Xalqın qəlbində daim yaşayırlar. Yaxşı, o qərənfillərin nə günahı var? Al qana boyandır. İndi hamı elə bilir ki, qərənfil şəhidlərdədir. Yox dostum, elə deyil. Qərənfil yenə öz gözəlliyində qalır. Sadəcə biz insanlar şəhidlərin unudulmadığını düşmənə anlatmaq üçün məzarlara qərənfillər qoyulub. Düz fikirlər, qərənfil hamımızındır. Mən düz fikirləşirəm. Onlar özlərini xalqa qurban veriblər. Taxtların qabağına əli boş çıxmamalı idilər. Ay yoldaş, sən nə danışırsan? Sən onların etdikləri cəsarətə görə belə sərbəst firvan yaşayırsan. İnsafın olsun. Xeyr, bizim elə yaşanan valideynimizdir. Nə danışırsan? O dəhşətli gecə qanlı 20 yanvarı olmasaydı, biz bu müstəqilliyi qazana bilməzdik. Onda sənin valideynlərin nə edərdi? Hələ Rusların əsarəti altında qalardı. Gedib başqa yerdə pul qazanardılar. Sənin müstəqil dövlətin olmasaydı, başqa yerdə bizi kim qoruyar? İndi bizim güclü ordumuz, iradəli prezidentimiz var. Yaxşı var, bəs Qarabağı niyə düşmənlərdən azad etməlilər? Tələsmə dostum, onunla vaxtı var. Gör bir neçə il keçsin, nə vaxtı qədər gözləyək? Qarabağdan gələnlər əksəriyyəti dünyasını dəyişib. Narahat olmayın, sizin kimi fikirləşənlər vətənimizdən kənara yaşayanlar, xalqımızın qeyrətli oğulları birləşib baş əlli komandadan əmri gözləyirlər. Qarabağı düşməndən azad etmək hamının borcudur. Təkcə oxumaqla almaq olmaz, biz hərbdə də güclü olmalıyıq. Yaxşı uşaqlar, indi biz başa düşdük ki, xalqımız prezidentimizin ətrafında birləşməsə, Qarabağı ala bilmərik, şəhidlərimizin qanı yerdə qalar, ruhları bizdən inciyər, biz də sizinləyik. Siz bilən, həqiqətsiz yaşayan ömürdürmü? Siz bilən, bütün bunları unuda bilərikmi? Əsla! Keçmiş ancaq unudulmayanda tarixə dönər. Belə bir deyim var. Bayraqları bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir. Əziz dostlar, gəlin yumru kimi bir olaq, güclü olaq. Düşmənlərimizdən qisasımızı alaq. O müthiş gecəni, qanlı 20 yanvarı unutmayaq, unutturmayaq. Deməli uşaqlar, artıq sizdən belə görürəm ki, siz döyüşçülər, zəkalılar nə olursunuz? Bir olursunuz, laf yaxşı. Bəli, bizə də birlik lazımdır. Gəlin bura. Gəlin bura. İndi hər kəs, bir soruda dayanın, bir soruda dayanın.
Kim nə, hansı şeiri öyrənibsə, onu da deyibsə. Hər millətin, hər torpağın öz adı var, öz ünvanı. Yağlara baş ərməyib Azərbaycan qəhrəmanı. Vahid vətən himnimizdir, şəhidlərin axan qanı. Nəsillərə yadigardır, zaman yazdı bu dastanı. Üç rənglidir bayrağımız, qalxan bayraq enən deyil. Mərd oğullardan ayaqda, öz andından dönən deyil. O torpaq kitapdalanır, ayaq altda vətən deyil. O torpaqda bağ becərsən, ot göyərib bitən deyil. Millətlərə hürriyyətdir, istiqlaldır şüarımız. Azadlığı, saadəti qorumaqdır qərarımız. Azərbaycan ana torpaq, qədim odlar diyarıdır. Yaşadıqca vətənimiz, ölsək şəhid məzarımız. Əziz dostlarım, mən sizə 20 yanvar şəhidi İlqar İbrahimov haqqında danışmaq istəyirəm. Bakı 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə görən tarixin hansı gününə düşür bu ağrı? O hansı gündür ki, ömür bizimlə duracaq, qaldıqca qalacaq, təqvimin ən ağır vərəqinə yazılacaq. 19-undan 20-sinə keçən gecə tarixin hansı anıdır axı bu? O qanlı yanvar gecəsi, azadlığımız, müstəqilliyimiz uğrunda canlarına qurban verən oğul və qızlarımız arasında məktəblilər də var idi. 13 yaşlıları Səfə İlqar İbrahimov, onlar hələ ölümün nə olduğunun fərqində deyildilər. Şəhidlik zirvəsinə yüksələcəklərin ağıllarına da gəlmirdi. Günlərini oynamaqla xoşda keçirən bu balaca uşaqların kiçik ürəklərində böyük vətən sevgisi vardı. 13 yaşlı İlqar dostları Zakir və Pərvizlə qonşuları Nazim dayının maşını ilə Rus ordusuna qarşı duran soydaslarımıza isinmək üçün odun aparırdılar. Birdən tanklarla üz-üzə gəlirlər. Onlar maşınlarını saxlamaq məcburiyyətində qalırlar. Düşman tankı əvvəlcə maşının üzərindən keçərək onu yerə yapışdırır. Sonra qaçan uşaqları ateşə tutur. İlqar arxada olduğundan ölümcül yaralanır. Onu xəstəxanaya yetişdirsələr də həyatını qurtarmaq mümkün olmur. İlqar gözlərini əbədi yumur. Bir ananın gözü yaşlı qalır. Bir parça boş qalır. Görən həmin an İlqar nə düşündü? Son sözü nə oldu kim bilir? İlqar İbrahimov Yasamal rayonunun 167 sayılı məktəbin 7-ci A sinifində oxuyurdu. Çox yaraşıqlı, sakit, tərbiyəli idi. Deyilənə görə İlqar İbrahimov ədəbiyyat fənnini sevirmiş. Kim bilər, yaşasaydı ədəbiyyatçı ya da şair olacaqdı. Yaşasaydı 38 yaşı olacaqdı. Ancaq qəm etməyə dəyməz. Çünki o ən müqəddəs adı şəhid adı qazandı. O gecə İlqarın həyatına son qoydular. Qönçə ömrü yarımçıq qaldı. Lakin illər keçsə də İlqar İbrahimov Yasamal rayonunun 13 yaşlı məktəbi kimi qalacaq. Ana, ana, ay ana, yaralıyam ay ana, qızıl qanım axanda, vətən dedim ay ana, hər yan açar gül çiçək, bir gün bahar gələcək, mənsə qara torpaqda yatıb qaldım ay ana. Şəhidlik əbədi bir həyat demək, şəhidlik əbədi saadət demək, şəhidlik cihaddır, ibadət demək, sərf ibadətə durdu şəhidlər. Əsrlər bəri o qanlı bayraq haykırır dalğalanaraq. Haqsızın önünü haqlı alaraq haqqın bayrağını qurdu şəhidlər. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəldi şəhidlər. Əyninə qanundan bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tərk və
sığmayan, nağla dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdür şəhidlər, ən ali müqəddəs sözdür şəhidlər. Nə ədalət, nə gerçək, vallah yoxdur o gecə. Zülüm, zalım əli ilə haqqı boldu o gecə. Analar amanından, sinələr oldu şan-şan, şəhidlərin qanından şimşək çaxdı o gecə. Nə deyək bu dəhşətə, bu zülmə, bu vəhşətə, Allah bu müsibətə necə baxdı o gecə? Atam qərənfil gülləri əkmişdi ki, toyum üçün. Talihimə bax ki, şəhidlər qəbristanlığının məzarının üstünə gətirdi. Toy görməmiş cavan bir şəhidin yuxuda mənə danışdıqlarından, dediklərindən. O necə dəhşət idi, o necə vəhşət idi, başıma gətirdilər, elədilər min günah. Yeri, göyü tutdu, zəhər tökdülər Allah, aşıma gətirdilər. Qərənfilim danışdın, səni dindirmək çətin, toyuma gəlməliydin, yasıma gətirdilər. Qəsdimizə durdular, sinəmizdən vurdular, günahsızdır qırdılar, 20 yanvar günü. Geriyə çəkinmədik, qorxu nədir bilmədik, şəhid olduk, ölmədik, 20 yanvar günü. Neçə qəhrəman susturuldu həmin an, küçələrdən axdı qan, 20 yanvar günü. Allah dözüm ver dözüm, nələr görəcək gözüm, kök sötürdü Təbrizim, 20 yanvar günü. Toplandık azadlıq meydanına bir idi arzumuz, diləklərimiz. Azadlıq eşqiylə vuran qəlbimiz, düşmən gülləsindən boyandı qana. O gecə dağ çəkdik Azərbaycana, bacılar bulud tək doldu o gecə, gəlinlər çiçək tək soldu o gecə. Ağarmış saçını yolub o gecə, ağlar söylədik yüzlərlə ana, kədər üz vermişdi Azərbaycana, qalxıb düşmənlə birgə savaşa, zəncir tək bağlandı qardaş qardaşa. Yaşa mətin xalqım, hər zaman yaşa, səsimiz yayılsın bütün cahana, heç kəs bata bilməz Azərbaycana. Mənim əmim Ağdərə rayonu Vəng yüksəkliyində döyülüb. Müasirədəki əsgərləri müasirədən çıxardı. Özü qəhrəman daşına şəhid olur. Ermənilər şəhid meyitləri əsir götürürlər. Əsgərlərimiz meyitləri onlardan alıblar. Müqəddəs an yerimiz, mərmər daşlara hoput bayatımız şeirimiz. Bizə qüllə dayanda o torpaq yaralanıb, onun sinəsi üstdən məzarlar sıralanıb. Mərdləri qorxutmayıb, namədlərin gülləsi, hər qəbir azadlığa gedən yolun pilləsi. Qərənfil şəhid qanı, ağla qərənfil ağla, ağla inrət meydanı, ağla qərənfil ağla. Cavanlara qıydılar, tanklar altda qoydular, qanını içib doydular, ağla qərənfil ağla. Bəxti aslan qıza, hünəri aslan qıza, toya solan qıza, ağla qərənfil ağla. Bu qara yazılara, bu körpə quzulara, quruyan arzulara, ağla qərənfil ağla. Qoparmayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı, adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Ay ana, saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma, qara bəxtim deyib yanma, alışma, adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Həyatda
qalxdı şəhidlər. Vətənin köməyə ehtiyacında, yetdilər imdada, dar ayağında. Qanların tökdülər torpaq uğrunda, adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Şəhidlik adını ucuz tutmayın, öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın, adını tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər. Mən də bu zəfərlərdə vuruşqan bir əsgərəm, ana vətən yolunda ölüm olsa gedərəm. Baxma mənim yaşıma, qarşıma çıx ey düşmən, qorxu hürkü bilməyən kiçik bir əsgərəm mən. Paylaşın uşaqlar. Çox sağ olun. Qaragöz alışıq yaşadı. Allah bizə bizə ayrı yaşatmasın. Bir dəqiqəlik olsa hər birimiz ayağa duralım. Onların bu qarşısında hər birimiz hər az hazır olduğunu bilirsə, bir dəqiqə sükut edin. Düz durun. Şəhidlərimizin ruhu şad olsun, hər bir vətən oğlunda başı sağ olsun. Sağ olun, Nizam müəllim, çox sağ olun. Kəmətliyə mənim üzrü sağlarına getmək edəriyə. Sizələr, yaxşı əyləşmə uşaqlar, əyləşək. Yəni, mən belə deyək də, yəni ki, orada iştirak edən böyüklərdir, mənim qeydlərim təsdir edir ki, yəni siz öz balaca hüzurunuzdan bu yarım saat ərzində vətənə, torpağa bağlı şeylərinizlə, deyək ki, çıxışlarınızla bir daha şəhidlərimizi yad edirsiniz. Yəni, siz məktəbli olaraq bundan artıq hiçbir şey eləməzsiniz. Yəni, o şəhidlərin ruhunu yad edəmək ancaq bu yolun olacaq sizin yaşınızda. Və təbii ki, siz onlara və yaxud da çıxışlarınızı da deyilərdiniz ki, ancaq iki komanda seçdiyiniz, biri deyək ki, silah, o birisi zəka, qələm seçdiyiniz bu ağırlı bir mövzudur. Yəni, hörmətli prezidentimiz də həmişə deyir, müharibə yəni sonda olar. Nə qədər maksimum imkanınız varsa bu topluluğa hazır olması üçün biz mütləq və mütləq sülh deyək ki, sülhdən istifadə eləməliyik, əminəmaqdan, yəni bir sonra bu məsələni həll etməliyik. Müharibə sonda olur. Sadəcə uşaqlar, müharibə biz deyirik, çox dəhşətli bir haldır. O insanlar, biz gözümüzü qabağında bir canlı şəhətdə böyüklərimizlə, sizin valideynləriniz yəqin yaşayıblar, 20 yanvarda digər müharibələri yaşayıblar, çox dəhşətli bir anlardır. Yəni, sözlə demək, bu çox asandır. Amma bunun arxasında durmaq çətindir. Canlı insan ani bir halda dünyasının dəyişik yox olur. Söz yox. Yəni, torpağın uğrunda şəhid olmasa, şəhid verməz, torpağı vurmaq olmaz. Amma düşünmüş şəkildə eləmək lazımdır. Mən inanıram ki, sülh yolu ilə, yəni heç bir ki, bundan sonra artıq kifayət qədər fikir biz vermişik. Çox uşaqlar atasını qalıblar, çox rüsəm qadınlar ərsiz qalıblar. Sadəcə bu bizim yaralı yerimizdir. Amma bunsuz da keçinə bilməliyik. Buna baxmayaraq, yenə Cənab Prezident dediyi kimi biz sülh yolu ilə buna nail olmalıyıq. Bunun üçün qüdrətli dövlət olmalıdır və inanıram buna doğru gedirik. Yəni, bugün Azərbaycan inkişaf yolundadır. Dünyanın bütün, belə deyəklər, istər-istəməz, xoşları gəldi, gəlmədi. Azərbaycanı, yəni, xoşları gəlməsə belə qəbul edirlər. Çünki Azərbaycanın iqtisadi cəhətdən inkişafı bütün dünyanın gözü qarşısında baş verir, sürətlə inkişaf edir. Mən əminəm ki, iqtisadi cəhətdən qüdrətli dövlət həmişə qalib gəlir. O üçün sizlərdən tələb olunur, yaxşı oxuyasınız. Çünki Azərbaycanın gələcək sizlərsiniz. Yaxşı oxumaqla siz Azərbaycanın müxtəlif peşə sahələrində çalışmaqla Azərbaycanı daha da güləndərsiniz. Çünki yenə deyirəm ki, gələcək sizindir. Bugün partiya arxasında oturanlar, biz yaşada oluruq, biz dünyamızı dəyişirik, yenə siz böyürsünüz, bizi əvəzləyirsiniz, onun üçün yaxşı oxumaq lazımdır. Mən bir rəhbər kimi tövsiyə edirəm sizə ki, doğrudan da siz Azərbaycanın varlığını, bu dövlətin varlığını, qüdrətini siz istəyirsinizsə sözlə yox, əməldə olmalıdır. Yaxşı oxumalısınız, gündəlik savadınız artmalıdır, bilikli, elmli olmalısınız ki, iqtisadi cəhətdən yenə deyirəm, dünyada biz hökmran olaq, iqtisadi cəhətdən, qüdrətli dövlət həmişə öndə gedir. Bax, onu mən sizə arzu edirəm ki, bugün hər bizə təşəkkür edirəm ki, 20 yanvar şəhidlərini siz yad elədiniz, hər birimizin borcudur.
Bundan valideyn neçə gördük, məktəbdə tədbirlər də keçirilir, bütün Azərbaycan, bütün bölgələrində. Düzdür, biz hər gün buna yaşaya bilmərik. Bizim yaralı yerlərimiz çoxdur, qanlı günlərimiz çoxdur. Amma bu bizim eyni zamanda qürur mənbəyimizdir. Bugün biz fəxr edirik. Şəhid olublar, bizə azı gətiriblər, belə deyək. Yəni, biz onların yoxluğunu biz yaşayırıq. Amma biz fəxr edirik ki, bunlar vətən torpaq yolunda həlak olublar. Və onlar həlak olmaqla bu torpağı, bu dövləti bizə qoyub miras gediblər. Biz də çalışmalıyıq ki, onu daha da qüdrətli eləyək və gələcək nəsillə ötürək. Bir daha sizə təşəkkür edirəm ki, müəllimə təşəkkür edirəm sizə. Yəni, böyük qürur duydum mən burada, indi imkansa daha oturardım vaxtın məhdudluğuna. Qürur duydum ki, bizim balaca bu körpələrimiz öz daxilən torpağa, vətənə olan bağlıqlarını, şəhidlərin ruhunu yad edəməklə bir daha deyirəm ki, bizi bir balaca o tarixi anları yaşatdılar. Və mən sizlərə, əzizlərim, istəmənəm o anları yaşayasınız əslində. Yəni, istəyirəm sizin gələcəyiniz parlaq olsun, heç bir müharibə görməyəsiniz, əmin ama inanıram, dövlətimiz də bunu istəyir, hörmətli prezidentimiz də bunu edir və inanırım ki, müharibə olmayacaq, bir sonu torpaqlarımız alınacaq, sizlərin gücü ilə alınacaq. Sağ olun. Uşaqlara arzu edirəm. Bunlar bu günləri yaşamışsınız. Biz yaşamışıq bu günləri. Qoy bunların üzərində həmişə bir Allah güləşsin. Bunlar həmişə bir xoşbəxt yaşasın. Çox sağ olun. Çox sağ olun. Çok sağ olun. Allah razı olsun.